Harda deyib başıma çadıra bağla. Baş örtüsü söz bizim kitabda keçirsə mən örtünəcəm. Keçmir. Nur surəsi 31-ci ayədə deyir ki, örpələrinizlə sinənizin üzərini bağlayın. Baş sözü orada yoxdur. Sonradan yenə bu hədislərdən gəlib. Salam aleykum hər kəsə. Növbəti bir xanım bu günləri hicabdan danışır. Xanım müğənni. Mən sizə belə cavab verim. Nə vaxtsa bir 19 il bundan qabaq mən tövbə elədim və sənədimdən uzaqlaşdım. Nə vaxtsa mən də müğənni olmaq eşqinə düşmüşdüm. Çünki 5 il incəsənəti bitirmişdim Ukraynada və 7 il fortepiano üzrə məktəbi bitirmişəm. İndi siz orada deyirsiniz ki, baş örtüyü yoxdur Quranda. Deməli, bu dünyada 2 milyarddan çox müsəlman bu günləri bilir ki, hicab Allahın əmridir. Alimlər də o haqda hamı bir deyir. Amma siz hamıdan ağıllı çıxdınız və deyirsiniz ki, hicab bağlamaq vacib deyil. İkincisi, orada deyirsiniz ki, sonradan hədislərdə gəldi. Mənim sizə belə bir sualım var. Quranda cümə namazı haqqında, yəni vaxtı təyin olunmur. Namaz haqqında yazılıb ki, cümə namazı var, namaza tələsin 5-ci gün. Amma vaxtı təyin olunmur. Bunu biz hədislərdən bilmişik və bugün 2 milyarddan çox müsəlman cümə günü namaza tələsir, meşcidə tələsir. Hətta onu demək istəyirəm ki, namaz qılınması, namaz qaydası, o da hədislərdə bizə gəlib. Çünki Quranda saatla vaxt təyin olunmayıb. Nəyə görə? Hər 2 gündən bir namaz vaxtı 1 dəqiqə, 2 dəqiqə çəkilir. Yaya o tərəfə, qışa bu tərəfə. Ona görə Quranda yazılıb ki, səhər namazı, günorta namazı, günortadan sonra namaz, axşamüstü namazı və axşam namazı. Biz ona deyirik sübh namazı, zöhr namazı, əsr namazı, məğrib namazı və şam namazı, işa namazı ya da. İndi mənim sizə sualım var da, bu haqda da Quranda yoxdur, amma hədislərdə yazılıb ki, namaz qaydası və qılınması necədir? Onda necə eləyək? Hər biriniz danışırsınız, amma onu demək istəyirəm ki, bəli, hicab Allahın əmridir.